Bakı, Ələt, Qazax, Gürcüstan Dövlət Sərhəd avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Şirvan şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lada markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Sürücü ağır bədən xəsarətləri alıb. Sərnişin isə yüngül xəsarətlər alıb. Avtomobildə olan sərnişinin sözlərinə görə sürücü avtomobili idarə edərkən fikri yayınıb. Siz 2 nəfər idiniz elə maşında? Nəsə oldu, açdı maşın, yoxsa? Necə? Başı qarışdı. Bəs təcili tibbi yardım çağırmışsınız? Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb. Hadisə ilə bağlı Bakı-Ələt-Qazax yolunda avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.